Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bildiyimiz kimi 25 iyun tarixində, yəni bu gün ibtidai sinif müəllimləri üçün növbəti sertifikasiya imtahanı keçirildi. İlk öncə uğur qazanan bütün müdavimlərimizi, bütün müəllimləri təbrik edirəm. İnşallah bundan sonraki fəaliyyətlərində də onlara uğurlar arzulayıram. Suallarla bağlı imtahandan çıxan müəllimlər yadında qalan suallardan, yadında qalan mövzulardan dedilər. Kifayət qədər rahat düşüb. İndi təbii ki, hər sualı həll edəndə deyəcək müəllim, bu qədər sadə və s. və ilaxır. İmtahanda iştirak edən müəllimlər özü də videoya baxanda rəy bölməsində bildirərlər ki, imtahan kifayət qədər uyğun olub. 99% deyərdim ki, müdavimimiz 23, 24, 25 yazıblar. Yəni maksimum nəticə göstəriblər. Sadəcə kurikuluma görə balları 3 bal aşağı olub, 4 bal aşağı olub. Əksəriyyət 50+ bal yığıb. Bir daha hər birini təbrik edirəm. Və vaxt itirmədən keçək suallarımızın izahına. Birinci sualımız çevrə ilə diametrin radiusuna bağlı sual idi. Eyni çevrənin diametri ilə radiusunun cəmi 48 cm-dir. Çevrənin diametrini tapın. Çevrədə bilirik ki, radius var və diametr var. 2 radius 1 diametrə bərabərdir. Diametr bərabərdir 2 dənə radiusa. İndi diametr ilə radiusun cəmi 48-dir. Yəni diametr üstəgələk radius bərabərdir 48. Diametrin qiyməti 2 radius olduğundan yerinə yazsaq 3 radius eləyər, bərabərdir 48. Radius da bərabər 48 3-ə böləndə 16. Radiusu 16 tapdıq. Bizdən çevrənin diametrini soruşur. Diametrdə 2 radius olduğundan 2 vurulsun 16 bərabər 32 cm. Kifayət qədər uyğun sual idi. Sonra müəllimlər qeyd elədi ki, mənim kvadrat üçbucağı ilə bağlı 2 dənə sual var idi. Perimetri verilib, sonra uzunluğu verilib, enini tapmaq tələb olunur və s. Bu tipli suallar kifayət qədər sadə həndəsə suallarıdır. Uzunluğu enindən 6 cm böyük olan düzbucaqlının perimetri 128 cm-dir. Düzbucaqlının uzunluğunu tapın. Düzbucaqlımızı qeyd eləyirik. Eni x-dirsə, uzunluğu x üstəgələk 6-dır. Perimetri də 128 cm-dir. 2 vurulsun x üstəgələ 6, yəni uzunluq üstəgələk n bərabərdir 128-ə. Buradan 2x üstəgələk 6 bərabərdir 64 cm. 2x bərabərdir 58-ə. X də bərabər 29 cm. 29 cm düzbucaqlının enidir. Bizdən isə uzunluğunu soruşur. 29 üstəgələk 6 bərabər 35 cm. Doğru cavab elədi B variantı. Sonra üçüncü sualımız tutqan altı əksi neçə saatdır? Bəlkə də oxuyanda gülürsünüz ki, niyə belədir? Bu qədər sadə. Bu sualı müdavim bu formada yazmağını skrin edib paylaşa bilərəm. Yəni istəsəz, yəni müdavimin dediyi sualdır. Tutqan altı əksi neçə saatdır? Bilirik ki, bir tutqamız tutqa bərabərdir 24 saat. Burada sadəcə olaraq ədədin hissəsinin tapılmasıdır. 24-ün 6-ya 2, 24 bölünsün 6 vurulsun 2. 12-ni deməli 24-ü 6-ya böləndə 4 düşür. 4 dəfədə 2, 8 saat. Bir də bir şeyi nəzərinizə çatdırın. Müəllimlər, biraz realistli olaq. Yəni bu imtahanlar ilk başlayanda bundan da sadə suallar var idi. Əksəriyyət amma çətinlik çəkirdi. Deməli, siz get-gedə özünüzü tam təkmilləşdirmişsiniz, müxtəlif təlimlərə qoşulmusunuz və artıq bu suallardan daha çətinlərini, qat-qat çətinlərini xeyli sayda işləmişsiniz deyə suallar istər-istəməz sizə sadə gəlir. Bu da tam normal bir prosesdir, yəni psixoloji olaraq da. Növbəti sualımız kater məsələsi demişdim, hər imtahanda düşəcək sizə. Katerin durğun sudakı sürəti 18 km/s saatdır. Katerin durğun sudakı sürəti ilə katerin öz sürətidir 18 km/s saat. Kater çayın axını ilə 84 km yolu 4 saata gedərsə, 84-ü bölərəm 4-ə bərabər 21 km/s saat. Bu nədir? Axın ilə olan sürətdir. Yəni kater üstəgələk çay bərabər 21. Çünki axın ilə sürətlər hər zaman toplanır. Katerin sürəti də 18-dir. 18 üstəgələk çay bərabər 21. Buradan çay bərabər 3 km/s saat. Doğru cavab B variantı. Sonra üçbucaqla bağlı 2 dənə sual idi. Bucağınla bağlı olsun, perimetrlə bağlı olsun. Deməli, üçbucağın birinci bucağı 26 dərəcədir. Tutaq ki, birinci bucağı olsun 26 dərəcə. İkinci bucağı düz bucağın 3-də 2 hissəsinə bərabərdir. Düz bucaq 90 dərəcədir. 90 dərəcənin 3-də 2-si 93-ə bölərik 30, 32-yə vuraraq 60 dərəcə. Burada yazdıq 60 dərəcə. İndi üçüncü bucağı tapmaq tələb olunur. Bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Üçbucaqla bağlı ən vacib bilgi budur. O zaman 180-dən çıxaram bunun bu bucaqların üçüncü bucağı tapmış olarıq. Deməli,
60 üstəgələ 26 bu da bərabərdir 86 eləyir. 180-dən 86-nı çıxanda qalır 94 dərəcə. Doğru cavab Y variantı. 6-cı suala baxırıq. Sürət məsələsi. Sürət məsələsi ilə bağlı 2 dənə sual idi. Kat ilə bağlı hətta 2 dənə sual deyirlər. Aralarındakı məsafə 35 kilometr olan 2 məntəqədir. Məntəqələri burada qeyd edirik. Bunların arasındakı məsafə 35 kilometrdir. 2 məntəqədən əks istiqamətdə 2 avtobus yola düşdü. Onlardan birinin sürəti 69 km bölünsün saatdır. Digərini bilmirik. X. X yazmasaz olar. İndi diqqət edəcəyimiz məqam nədir? 3 saat getdikdən sonra bunlar arasındakı məsafə 464 olur. Deməli, bu maşınlar bir-birindən uzaqlaşırlar, dəyərli müəllimlər. 464 olur. Əvvəldə 35 var idi axı. Bu 464-dən çıxıram 35-i, görək nə qədər qalır? 429 kilometr. Yəni, bu 429 bunların ikisinin birlikdə getdiyidir. 35-i niyə çıxdıq, dəyərli müəllimlər? 35 ortada var idi, buna görə. İndi 3 saatdan sonra məsafəni, yəni 429-u da bölürük 3-ə. 429-u 3-ə böləndə 143 km bölünsün saatdır. 143 km bölünsün saat bizim üçün nə olur? Sürətləri cəmi. Birinin də sürəti 69 verilibsə, 143-dən 69-u çıxanda qalacaq 74 km bölünsün saat. Doğru cavab elədir C variantı. 7-ci sualımız tənliyi ilə bağlı. Tənliyi həll edin. X böyük ədədlərdir. Qorxmaq lazım deyil. 5678. Üstəgələ əvvəlcə bu mötərizəni həll edirik. Mötərizəni həll edəndə də içərisində birinci bölmə var. 44565-i bölərik 5-ə bərabər eləyir 913. 913-dən çıxarıq 379-u bərabər qalar 534. Üstəgəl 534 bərabərdir 3862. İndi burada müəllimlər mənfi müsbət birini böyükdən kiçik çıxsa qalar burada x çıxılsın 5144 bərabərdir 3862. X də bərabər azalandı. Məhsul azalan tapmaq üçün çıxılan üzərinə, fərqin üzərinə çıxılanı əlavə eləmək lazımdır. 3862-nin üzərinə də 5144 gələndə cavab eləcək 9006. Sadəcə rəqəmlərdə, ədədlərdə diqqətli olmağınız şərtdir. Kubla bağlı belə bir sual idi və ya digər müdavimlərdə ola bilər kubun sahəsi ilə bağlı sual düşmüşdü. Kub haqqında hansı fikir yanlışdır? Yəni kub haqqında bütün informasiyanı bilməlisiniz ki, bu sualı rahat həll edəsiniz. Bilirik ki, kub bütün üzləri və tilləri bərabər olan fəza figurudur. Baxın, deməli, yan üzləri kvadratlardan ibarətdir. Bəli, nəinki yan üzləri, bütün üzləri kvadratlardan ibarətdir. Amma bu doğrudur da. Yan üzü yazsın, tam üzü yazsın, doğrudur. 12 tili var. 4 yuxarıda, 4 yanında, 4 aşağıda. 8 təpə doğrudur. Künclər təpədir. 6 üzü var, doğrudur. Həcmi A kubu ilə hesablanır, tamamilə doğrudur. Fəza figurlarına aiddir, doğrudur. Tam səthinin sahəsi 4A kvadratdır. Yox, 6 dənə kvadratdan təşkil olunduğuna görə müəllimlər, tam səthinin sahəsi S bərabər 6A kvadratı düsturudur. Amma bura 4A kvadrat yazılıb. 4A kvadratı yan səthinin sahə düsturudur. Səhv olan Y variantı. 9-cu sualımız bərabərsizliklər hər imtahanda düşür. X bölünsün 4 kiçikdir 3, böyükdür 2. Bunu necə həll edəcəyik, dəyərli müəllimlər? Ortada bölmə varsa sağa sola vurmasından keçəcək. Ortada vurma varsa sağa sola bölməsindən keçəcək. X kiçikdir. Böl 4 bu bir tərəfə keçir, vur 4 kimi 4 dəfə 3, 12. Böyükdür. Böl 4 bu bir tərəfə vur 4 kimi keçir, 4 dəfə 2, 8. Deməli, hər tərəfini 4-ə vurduq. İndi bu 4-ü 2-yə vuranda 8 edir. Aha, indi bu aralığa düşən natural ədədlər hansılardır? 8-dən böyük, 12-dən kiçik. 9, 10, 11. Bunları da toplasaq eləyər 30. Doğru cavabdır. Kəsirlərin müqayisəsi hansı variantda doğrudur? Kəsirləri müqayisə eləmək üçün, dəyərli müəllimlər, onların əvvəlcə tam hissəsinə baxırıq. A variantında tam hissə bərabərdir. Əla. Sonra onda birlər mərtəbəsi gəlir 0. Onluq kəsirlər müqayisəsi də 100% düşmüşdür. 0 burada 4-dən kiçikdir. Amma burada böyük göstərir. Demək bu kiçik olduğuna görə bu da kiçik olmalıdır. Amma bu səhvdir. B variantına baxaq. Tam hissələr bərabərdir. Tam hissədən sonraki onda birlər mərtəbəsində 3-dür. Burada 0-dır. 3 0-dan böyük olduğuna görə bu da böyük olmalıdır. Amma kiçik yazılıb. Doğru deyil. Hamısında da özdə görürsünüz. Tam hissə bərabərdir. C variantına 7 tam 7 tam. 7-dən sonra 1 var. Burada 8 var. 1 8-dən kiçik olduğuna görə bu da kiçik olmalıdır. Deməli bu doğrudur.
Amma biz hər ehtimala qarşı digərlərində səhv olduğuna əmin olaq. 0 tam 1 tamdan böyük ola bilməz. Deməli bu səhvdir. 1 tam hissələr bərabərdir. Onda birlər də 0 bərabərdir. Yüzdə birlər də 1 bərabərdir. Mində birlərdə diqqətli oluruq. Burada 0-dır, burada 1-dir. Bu 0 1-dən kiçik olduğuna görə bu kiçik olmalıydı. Amma bura böyük yazılıb. Deməli bu da səhvdir. Bu qədər dəyərli müəllimlər. Yenə təkrar edirəm. Götürüb sınaqlarımızdan bura sualları yazıb deyərəm ki, müəllimlər, baxın bizim sınaq idi, bu imtahana düşmüşdü. Bu qeyri-peşəkarlıqdır və yalançı reklamdır. Amma ümumən aşağı-yuxarı siz bildiniz ki, imtahan hansı tipdə təşkil olunub. Suallar, mövzular müəllimlərin imtahandan çıxandan sonra yadında qalan suallar və mövzulardır. Sadəcə düzgün hazırlaşmaq lazımdır. Verilən proqram üzrə bilirsiniz ki, növbəti kütləvi sertifikasiya imtahanı 2027-ci ildə olacaq. Qoşulmaq istəyən müəllimlər qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Hər birinizə uğurlar arzulayıram. Yüksək nəticə göstərən bütün müəllimləri bir daha təbrik edirəm. Sağ olun dəyərli müəllimlər. Növbəti izahlarımızda görüşərik. Hələlik.